Gəncə şəhərində 49 yaşlı kişi 9 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinib. Hadisə ötən ilin martın 28-də saat 19 radələrində Gəncə şəhəri Zərrabi küçəsində baş verib. Kəlbəcər rayon sakini Mahmud çoxmərtəbəli yaşayış binasının qarşısında oturacaqda əyləşmiş, aşkar surətdə ona 14 yaşına çatmadığı məlum olan 2015-ci il təvəllüdlü Zamirənin güya xanım adlı şəxsin həmin binada yaşayıb yaşamadığını öyrənmək bahanəsi ilə aldadıb, ondan binanın blokuna girişinə gəlməsini istəyib. Zamirə binanın blokuna girişinə gəldikdən sonra cinsi ehtirasını təmin etmək məqsədi ilə zor tətbiq etmədən onu özünə tərəf sıxaraq sinə nahiyəsinin paltarının üzərindən əli ilə sığallayıb, Zamirə onun hərəkətlərindən yayınmaq üçün üzünü çevirərək getmək istəyən zaman hərəkətlərini davam etdirib və azyaşlının intim yerlərinin şalvarın üzərindən əli ilə sığallayıb. Bu hərəkətləri ilə azyaşlıya qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib. Hadisəni törədən Mahmudun barəsində Cinayət Məcəlləsinin 153.2 14 yaşına çatmış şəxsə qarşı əxlaqsız hərəkətlər maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, hərbi xidmətdə olarkən meningit olub və bu səbəbdən də yuxusuzluqdan əziyyət çəkir. Həmin gün yuxusuz olduğumdan tam özümü idarə edə bilməmişəm. Mən 4 il bundan öncə evində kombi çəkdiyim xanım adlı şəxsin ünvanını tam xatırlamadığımdan orada oynayan uşaqdan evin yerini soruşdum. Uşaq evi göstərmək üçün bloka daxil olandan sonra bir uşaq kimi uşağın başını sığallamaq istədikdə əlim arxasına toxunub. Pilləkəndən qalxdıqda isə özümü itirərək saxlaya bilməyərək uşağın qarın nahiyəsinə toxunmuşam. Mən həmin vaxt orada heç bir pis fikrim olmayıb. Sadəcə niyyətim qonşuluqda yaşayan xanım adlı şəxsin ünvanını soruşmaq olub, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Zamirənin sözlərinə görə həmin günü anası ona zibil atmağı buyurub və o zibili atdıqdan sonra binaların qabağında dostu ilə söhbət edərkən Mahmud adlı şəxs ikinci blokun qarşısında duraraq mənə baxdı. Dostum getdikdən sonra binaların qarşısında olan oturacaqda oturdum. Həmin adam yaşadığımız binanın giriş binasında dayanaraq məni çağırdı. Mən də həmin şəxsin yanına getdikdə qonşu xanımın harada yaşamasını soruşdu. Daha sonra məni bloka salaraq sinəmin və ön hissəmi əli ilə sığalladı. Bu zaman onun hərəkətlərindən yayınmaq üçün pilləkəndən qalxmaq istədim. Həmin şəxs gödəkçəmin arxasından tutub geriyə dartdı. Bundan sonra qorxaraq qışqırdım, evə qaçdım, deyə azyaşlı zərər çəkmiş ifadəsində belə göstərib. İş üzrə şahid qismində ifadə verən azyaşlının anasının sözlərinə görə həmin günü qızı Zamirəni aşağı küçəyə zibil atmaq üçün göndərib. Mahmud adlı şəxs uşağı bloka çağırıb qonşu xanımı soruşub və sən nə qəşəng qızsan deyərək paltarın üstündən əl-qol atıb. Bu zaman uşaq pilləkəndən çıxmaq istədikdə arxadan gödəkçəsinin papağından tutaraq dartıb. Bundan sonra qızım evə təşviş içində girdikdə ondan səbəbini soruşdum. Bütün təfərrüatı ilə hadisəni mənə danışdı, deyə azyaşlının anası ifadəsində belə qeyd edib. Bu cinayət işinə Gəncə şəhər məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Mahmud 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.